Salam değerli dostlar. Bir məlumatla sizin nəzərinizə çatdıracağım. Bir neçə gün bundan öncə Ermənistanda Azərbaycan dilində televiziya layihəsi fəaliyyətə başlamışdı. Əgər buna fəaliyyət demək mümkündürsə və xatırlayırsınızsa, deməli həmin günü Real TV-nin Real TV arasında da onlarla canlı bağlantı yaradıldı və həm söhbət oldular. İndi həmin məsələ haqqında sizə bir məlumatı çatdırım ki, Ermənistanda fəaliyyət göstərən Azərbaycan dilli televiziya layihəsi Reopen Media artıq fəaliyyətini dayandırmağını açıqlayır. Qurum dekabrın 6-sında gecə yarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edir. Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir. Xatırladaq ki, dekabrın 3-də Reopen Media ilə Real TV arasında canlı bağlantı baş tutmuşdu. Və mən bayaq qeyd elədim, həmin canlı bağlantını mən də özüm də izlədim. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, kanalın aparıcısı Diana Karapetyan efir zamanı artsaq ifadəsini işlədərək gərginliyə səbəb olmuşdur. Yəni səbəb kimi televiziyanın fəaliyyətinin dayandırılması, səbəb kimi bax bu bir neçə həm maliyyə çatışmamazlığı, həm də Diana Karapetyanın efir zamanı artsaq ifadəsini işlətməsi səbəb olaraq göstərilmişdir.